Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Elhamdülillahi Rabbil alemin. Bari'l halâki ecma'in. Üzerinde ona göre sesi burada koyalım. Yüzde kalanda sesi. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ya Allah, ya Rahman, ya Rahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala eşrefil enbiya'i vel murselin. Ve ala ehli beyti teyyibine tahirin el-messuminel muntezebin. Sadatil evveline vel ahirin. Ve şefa'ai yevmiddin. Ve la'netud daime. Ala a'daillahi ve zalimihim ecma'in el-an la kıyami yevmiddin. Teşekkür ederim bu kadar güzelliklerin karşısında, bu kadar âli insanların karşısında, büyük insanların karşısında, büyük alimlerin, ziyalıların karşısında bize söz verildiğine göre elbette biz alimlerin huzurunda yox, Hacı Əliman başta olmaq şərtilə Allah Teala onun son dünya ahirət xeyri verib inşallah. Bu xeyirləri onun son daimi və mütəmadi və müntəzəm olaraq günü gündən artıq eləsin inşallah. Onun vücudunu səlamət eləsin, evin abad eləsin. Yaxınların, dostların, övladların, zürriyələrin, əhl-i beytin, ev, ailə üzvlərin bütünlüklə onun özünün təqərrübü olan insanları Allah Teala yerin göyün bəlasından hifz eləsin. Özün və yaxınların Allah Teala dünya ahirət xeyri nəsib eləsin. Həzrət Fatimə sallallahu əleyhanın məclisin öz evində bərpa edib. Bu özü böyük bir hadisədir. Özü böyük bir dəyərdir, böyük bir fəzilətdir ki, insan Həzrət Fatimə sallallahu əleyhanın məclisin, şəhadət məclisin öz evində bərpa edir. Bəxtəvər o insanın başına və bəxtəvər olsun o insanlar üçün ki, Həzrət Fatimə adına təsis olunmuş bir məclisdə iştirak edirlər. Həzrət Fatimə sallallahu əleyha bizim illər boyu eşitdiyimiz və həmişəlik olaraq analarımızdan, böyüklərimizdən Fatimə ana kəlmələrini eşitmişdik. Hələ biz özümüz dinlə əlaqədar məktəb görməyəndə, müəllim görməyəndə Həzrət Fatimənin adı müqəddəs ad, müqəddəs ünvan meyarında bizim böyüklərimiz tərəfindən həmişəlik olaraq deyilib, danışılıb, söylənilib və o həzrətin mübarək adları əbədiləşmək üçün öz övladlarının, qız övladlarının adlarında onlar əbədiləşdiriblər və oğlan övladlarının da adlarını Həzrət Fatimə sallallahu əleyhanın övladlarının adını əbədiləşdiriblər. Özlüyümdə fikirləşirəm ki, nə qədər məsələn müddət ərzində Həzrət Fatimə barəsində sözlər danışılıb deyilib. Amma nə qədər bu sözlər çox deyilib, danışılmağına asıl olmayaraq, yenə də fikirləşəndə, düşünəndə görürsən ki, həqiqətən bir var ki, biz Həzrət Fatimə üçün özümüz məhəbbət bağladığımıza görə ona, onun barəsində, onun ünvanına xoş sözlər deyək. Bir də var sözün həqiqi mənasında bilənçiydi. Sözün gerçək mənasında bilənçiydi.
ikinci bir adam tapmaq olar ki, Allahın bəndələri arasında onun atası Seyyidül Ənbiya, onun həyat yoldaşı Seyyidül Övsiya, onun övladları da ki, insanların hidayət olunmasında, insanları doğru düzgün yola hidayət olunmasında bəşəriyyətin seyyidləri olsunlar. Ata seyyid, özü seyyidə, həyat yoldaşı seyyid, övladları seyyid. İkinci bir adam tapmaq olur ki, o Peyğəmbər qızı olsun, o imamın həyat yoldaşı olsun və onun övladları da bəşəriyyətin seyyidi olsunlar. Və bu günləri də intizarında yox ki, onun axırıncı yolun gözlədiyimiz, intizarında olduğumuz Bəqiyyətullahil Əzəm yenə də onun övladlarına möhtacıq. Yenə də onun övladının intizarında yox. Bəşəriyyəti həmişəlik olaraq, əbədi olaraq, daimi olaraq qurtuluş gətirən, nicat gətirən bir nəsil şəcərəsi Həzrəti Fatimənin nəsil şəcərəsidir. İkinci bir bəşəriyyət aləmində bunun misli bərabəri yoxdur. Bunu dost da olsa belə deməyə məhkumdur, dost olmasa da bunu belə deməyə məhkumdur. Yəni, bu qaçılmaz bir şeydir. Kim danacaq ki, bu Peyğəmbəri Seyyidil Ənbiya vəl Mürsəlindir? Kim bunu danacaq? Kim dana bilir bunu dansın, desin ki, belə deyir, dananmaz. Bu belədir, bu gerçək, real, həqiqət budur. Kim danacaq ki, bunun həyat yoldaşı Həzrət Əlidir, Seyyidül Övsiya deyir? Kim bunu danacaq? Heç kəs bunu dana bilməz. Dost olsa etiraf eləməlidir, qeyri dost olsa etiraf eləməlidir. Kim danacaq ki, bəşəriyyətin hidayəti bunun zürriyyələrinin səbəbindən olmayıb? Kim bunu danacaq? Kim bunu təksib edəcək? Heç kəs dana bilməz. Baxın, salam deyiləndə Həzrət Fatimə salamullah əleyhaya nətər salam deyilir? Salamullah əleyha və əla əbiha və bə'liha və bəniha. Salam olsun onun özünə. Birinci növbədə mərkəzləşmiş ünvan Həzrət Fatimədir. Nübüvvətlə imaməti bir-birinə bağlayan Həzrət Fatimədir. Salam olsun onun özünə, salam olsun onun atasına, salam olsun onun həyat yoldaşına, salam olsun onun zürriyyələrinə. Salamullah əleyha və əla əbiha və bə'liha və bəniha. Baxızan, doğrudan da Həzrət Fatimə sallallahu əleyhanın adına qurulmuş bir məclisdə qeyd olundu ki, böyük bir tarixi hadisədir. Həqiqətən bəşəriyyətin bundan böyük tərcümeyi halı olan ikinci bir insan yoxdur. Bundan böyük nəsil şəcərəsi olan ikinci bir adam yoxdur. Bu o adamdır ki, onun anasına Allah tərəfindən Cəbrail vasitəsilə salam göndərdi. İnnəlləhə yəqrəu əla xədicətis səlam. Allah mələk Cəbrail vasitəsilə Həzrəti Xədicəyə salam göndərir. İnnəlləhə yəqrəu əla xədicətis səlam. Kimin anasına Allah tərəfindən mələk vasitəsilə salam göndərilib? Və cavabında Xədicə-i Kubra ki, İnnəllahu və səlam və aleyküssalam və rəhmətullah. Xədicə Həzrətləri də cavabında belə ərz edir ki, axı gələ salamın cavabında gələ salam deyəsən axı. Ki, İnnəllahu və səlam. Allah özü salam deyil. Allah adlarından biri salamdır. Selamun, mu'minun,
Muhayminun, Azizül, Cəbbar. Bu adların Quranda elmiş Allahın adlarıdır. İnnəllahu vəssalam və aleykəssalam və rəhmətullah. Cəbrəil, Allah özü ilə salamdır. Amma Allahın rəhməti, bərəkəti sənin üçün olsun. Sən ki, o salamı gətirmirsən Allah tərəfindən, Peyğəmbər vasitəsindən ki, Həzrət Xədicəyə bildirilir o salam, Həzrət Fatimə anası Xədicə Kubra budur. İslamın ilk iman gətirən qadını. İkinci bir qadın göstərin ki, İslam'a Xədicədən qabağa iman gətirmiş olsun. Yoldaşı İslamın ilk iman gətirən kişisidir. İkinci bir adam göstərin ki, İslam'a Həzrət Əlidən qabağa iman gətirmiş olsun. Nəsil şəcərəsinə baxanda görürsən ki, bunun anası kimi ana yoxdur, atası kimi ata yoxdur, həyat yoldaşı kimi həyat yoldaşı yoxdur, övladları kimi övladları yoxdur. Övlad yox dünyada. Ki, buna bənzər olsun. Özü o şəxsiyyətdir ki, Peyğəmbər Həzrətləri deyərdi ki, atam, anam sənə fəda olsun. Peyğəmbərimiz deyərdi ya, buyurardı. Peyğəmbərimiz buyurardı, Allahümmə sallallahu Muhammed və alı Muhammed buyurardı ki, atam, anam sənə fəda olsun. Həzrət Fatimə üçün deyərdi. Peyğəmbər Həzrətləri Həzrət Fatimə sallallahu aleyha otağa daxil olanda əyləşmiş olsaydı, Fatimə Həzrətlərinin ayağına qalxardı. Onun əlindən öpərdi. Onu öz yerində əyləşdirərdi. Deyərdi ki, mən nə zaman ki, istəsəm behiştin ətrini duyum, o behiştin ətrin rayihəsini səndən alaram. Kim olub həyatda onun razılığı ilə Allah razı olsun, onun qəzəbi ilə qəzəblənsin. O Həzrət Fatimədir. Peyğəmbər Həzrətləri buyurur ki, İnnəllaha yəğzəbu ləğəzəbi Fatimə və yəğzəbi rızaha. Allah Teala Həzrəti Fatimənin razılığı ilə razı olar, qəzəbi ilə qəzəblənər. Kim olub həyatda ki, onun iradəsi o qədər Allahın iradəsi ilə müvafiq və üst-üstə düşəndir, o şeylər ki, Allah'a razı salar, o şeylər ki, Allah'a qəzəbləndirər. Həzrəti Fatimə haqqında Peyğəmbərimiz buyurur, Peyğəmbər hər kəsin ayağına qalxıb əlini öpməz, Peyğəmbərin digər övladları da var idi. Heç birisinin barəsində bilənçiydi öyleydi. Həzrəti Fatimə İnsiyə huriyə insanlar arasında huri idi. İnsanların hurisidir. Həzrət Fatimə barəsində nə qədər indiyə qədər danışılıb, yenə də Həzrəti Fatimə barəsində danışılmayanlar danışılandan çoxdur. Həzrəti Fatimə barəsində məchulluq, məsələn, Ümmü Əbiha kəlməsi məsələn. Hələ indiyə qədər bu Ümmü Əbiha barəsində mən özüm mükəmməl bir qənaətə gələnməmişəm ki, bu Ümmü Əbiha kəlməsinin nə qədər böyük mənası var. Atasının anası. Kimə bu söz deyilib? Hansı bir qız üçün deyilib ki, atasının anası. Necə atasının anası? Adam atasının övladı, zürriyyəsi ola bilər, dostu ola bilər, əzizi ola bilər. Amma atasının anası. Kimin haqqında bu söz deyilib indiyə qədər? Atasının anası. Və Peyğəmbərimizin digər bir kəlamında hər kəs Fatiməni incitdi, əziyyət elədi, o məni incidib, əziyyət eləyib. Məni incidib, əziyyət eləyən məcazi mənada Allahı incidmiş olur. Bu insanın şəxsiyyəti nə qədər ali bir şəxsiyyətdir ki, mən azaha fəmən alani. Kim onu incitdi, əziyyət verdi, Peyğəmbərimiz buyurur, elə bil ki, məni incitdi, mənə əziyyət verdi. Kimin haqqında bu sözlər var? Kimin barəsində bu sözlər var? Kimdir ki, cəmi 18 il ömür yaşamayıb, 18 ilə yaxın olub. 18 ilə yaxın bir müddətdə yaşayıb, bu qədər ömrü bərəkətli olar.
hansı bir insan tapa bilərsiniz? Tapa bilərik tarixdə ki, bu qədər illər qısa, zaman kəsiki qısa, müddət az, amma dəyər Allahın yanında çox böyük. Gördüyü işlər, gördüyü fəaliyyətlər 1400 il ərzində danışılır, hələ də danışılır, bu enerji tükənmir. Bu güc, bu qüvvət tükənmir. Həmişəlik olaraq, əbədi olaraq insanların qəlbində daha çox parlaq şəkildə, daha çox güclü şəkildə alovlanır, şölələnir. Biz Həzrət Fatimənin ömrün onun 18-lik həyatı ilə dəyərləndirməməliyik. Onun zürriyələrinin də yaşam tərzi, o da analarının ömrünün müəyyən bir hissəsidir. Kimin Hüseyin kimi övladı var? Kimin İmam Həsən kimi, İmam Hüseyin kimi, Zeynəb-i Kubra kimi, ya Zeynəb-i Suğra kimi ki, adına Ümmül Qulsum deyirmişlər. Kimin belə övladları var? Kimin belə övladı var ki, dünyaya gəlməmiş övladına görə dünya ağlayır? Möhsinindən sonra nə qədər rozalar yazılır, nə qədər rozalar deyilib. Şəhriyarın şeirlərində var, deyir, Peyğəmbər Həzrətləri barəsində deyir ki, deyir, rəhlət edib xətmi Rusul, çırpılıb din qapısı Həzrəti Zəhra başına. Sikt olub möhsini, Zəhra özü də oldu şəhid, külələndi o zamandan bəri dünya başına. Bir dünyaya gəlməmiş körpəsi üçün, dünya gözəsməyib ha, dünyaya gəlməmiş, dünyadan gedən körpəsi üçün, dünya indi dağılır. Ki o bir dənə niyə dünyaya gələnmədi? Çünki bu nəsil elə bir nəsildir ki, bu ana elə bir anadır ki, bu mənbə elə bir mənbədir ki, salam aleyküm, bu mənbədən dünyaya gələnlər bəşəriyyətin iftixarı, nicatı və xilasıdır. Yoxsa hər adamın balası üçün biz bu qədər ağlamarıq. Biz bilirdik ki, o ailədən kimlər dünyaya gəlsə, bəşəriyyətin ümididirlər olar. 4 dənəsin dünyaya getdi, tərbiyə elədi, 4 dənəsi dünyanı tərbiyələndirdi. Dünyaya öyrətdi, məktəb gətirdi dünya üçün. 5-ci də istəyirdik. Deyirdik, o bir dənəsi dünyadan getdi, dünyaya gəlməmiş. Zalimlərin zülmü əsasında. O bir dənə də dünyaya gəlsəydi, 4 dənə bizim mənbəyimiz vardı, 5 dənə olardı. 4 dənə ümidimiz vardı, 5 dənə olardı. 4 dənə xilaskarımız vardı, 5 dənə olardı. 4-ündən söz eşitmişdik, 5-incisini eşidərdik. Şəhriyarın o şeirində ki, yıxılıb dinin evi, nə vaxt rəhlət edib xətmi Rusul. Dinin evi nə vaxt yıxıldı? Peyğəmbər dünyadan gedəndə. Yıxılıb dinin evi, rəhlət edib xətmi Rusul, çırpılıb din qapısı Həzrəti Zəhra başına. Zəhra başına çırpılan qapı, yandırılan qapı din qapısıydı. Adicə, məsələn, bizim darvazalarımızın misalında deyir ki, bizim qapımız var, onda qapısı var idi. Onun qapısı var idi, amma o qapıdan kim gedib gələrdi? Kimlər gedib gələrdi? Bizim qapımızdan kimlər gəlib gedir? Məsələn, fərqi çoxdur. Çırpılıb din qapısı Həzrəti Zəhra başına. Zəhranın yandırılan qapısı, çırpılan qapısı din qapısıydı. Çırpılıb din qapısı, yıxılıb dinin evi, rəhlət edib xətmi Rusul, çırpılıb din qapısı Həzrəti Zəhra başına. Sikt olub möhsini, sikt olmaq yəni dünyaya gəlmədən tələf olan uşaq. Sikt olub möhsini, Zəhra özü də oldu şəhid,
külələndi. O zamandan bəri dünya başladı. Dünyanın başına bizdən nə vaxtdan külələndi? O zamanki Peyğəmbərin yeganə yadigarı Peyğəmbərdən sonra 75 ya böyük rəvayət 95 gün ömür eləyib. 20 gün fərqi ilə rəvayətlər var. 3 Cəmadül əvvəl və Cəmadül saninin də 13-ü və 3-ü. 20 gün fərqəndi. 75 gün ya 95 gün Peyğəmbərdən sonra ömür eləyib. Dünya əgər Həzrəti Fatiməni qiymətləndirib, dəyərləndirməyi bacarmadı, Həzrəti Fatimənin yazırlar, kitablar yazılır Həzrəti Fatimənin. Yəni o 75 gün ya 95 gün ərzində özünün kəlamları ilə, sözləri ilə desə, buyurur ki, o qədər mənim üçün dünyanın müsibətləri çoxaldı, dərdi çoxaldı, işıqlı gündüzlər mənə qaranlıq gecə oldu. İşıqlı gündüzlər mənə qaranlıq gecə oldu. Nə idi bu 18 yaşında gənc bir qadının, gənc bir ananın bu dərdinə səbəb nə idi? Bu qüssəsinə səbəb nə idi? Həzrəti Fatimə sallallahu əleyha Peyğəmbərdən sonra Səqifənin dərdindən dərdlə düşmüşdür. Qədir-i Xummin dərdindən dərdə düşdü. Bizim aramızda neçə nəfər taparsan ki, Əl-İslamın qəsb olunan xilafəti üçün dərdə düşsün, dünyadan geçsin. Neçə nəfər taparsan? Mən indi məsələn, dünya barəsində söz deməyə çətindir, adam günahkar olar. Amma mən eşitməmişəm ki, bir adam Həzrət Əlinin qəsb olunmuş xilafəti üçün o qədər qəmgin ola, axırda o qəm onu öldürər. Mən demirəm, yoxdur. Amma Həzrət Fatimə sallallahu əleyhadan Qədir-i Xummin dərdi Səqifədəki yığışdılar. İlk Peyğəmbərdən sonra Peyğəmbəri təksib eləmək üçün, Peyğəmbərin Allah tərəfindən gətirdiyi əmri təksib eləmək üçün ilk Peyğəmbərin hörmətsizliyi hardan başlandı? Səqifədən başlandı. O Səqifədə ki, mühacirlər və ənsarlar yığışdılar, Qədir-i Xummidə Allah və Rəsul tərəfindən təyin olunmuş şəxsiyyətin hüquq və haqlarını qəsb edirlər, işğal edirlər, gətirdilər özlərinə xəlifə düzəltdilər və o səhvlərin indiyə qədər dünyaya qəbul etdirməyə çalışırlar. O səhvlərindən tövbə eləmək əvəzinə, o səhvlərindən əstəğfar eləmək əvəzinə. Çünki doğrudan nə qədər böyük cürətdir ki, Allahın iradə və istəyi insan üçün meyar olmaq əvəzinə, insan öz iradə və istəyin Allah üçün meyar eləyir. Belə görmüşük biz həmişə. Allah kimi bizim üçün Mövla təyin eləsə, Peyğəmbər təyin eləsə, vəsi təyin eləsə, insan üçün meyar o olmalıdır. Məsələn, Füzulinin sözü kimi deyir ki, mən bilməzəm mənə gərəyin, sən həkimisən, mən eylə vermə, hər nə gərəkməz sana amana. Oldur mənə murad, kim olur sənə murad, haşa ki səndən özgə olan müddəa amana. Füzul deyir ki, Allah, mən nə bilirəm, mən xəstəyəm. Xəstə nə bilər ki, onun şəfası hayandadır? Sən həkimisən, mən bilməzəm mənə gərəkdir. Nə mənə gərəkdir, nə mənə lazımdır, mən bilmirəm ki. Mən bilməzəm mənə gərəyin, sən həkimsən, hikmət sahibi sənsən. Mən eylə vermə, hər nə gərəkməz sana amana. O şey ki, sənin üçün lazımdır, heç mənə də lazımdır. Mən eylə, onu məndən uzaqlaşdır. Mənim nəyimə lazımdır, sən istəmədiyin şeyi mən qəbul edeyim. Oldur mənə muradı, kim olur sənə murad? Haşa ki, səndən özgə olan müddəa. Sənin iradın mənim üçün iradədir. Mənim iradəm sənin üçün iradədir. Biz belə görmüşük ki, insanlar üçün İnnəllâhə istəfə Adəmə və Nuhən və alə İbrahimə və alə İmranə ələl aləmi. Quranda biz görmüşük, Allah seçər, təyin eləyər Peyğəmbərində. Biz görməmişik, insan seçər, xəlifəni Allaha verər ki, biz insanlar seçdik, verdi üzənə, sən də bunu qəbul edə. Bir şey yoxdur. Bunlar özlərində yığışıb bir adamı təyin edirlər, Peyğəmbərin və Allahın kəlamın, Peyğəmbərin göstərişin, Allahın əmrin yerdə qoyulur.
və cürət tapırlar bu səhvlərinə görə tövbə eləmək əvəzinə, Allahdan bağışlanmaq istəmək əvəzinə, o dövrdən indiyə qədər 1400 ildir insanları zəhərləyirlər ki, deyin bunlar İslamın xəlifəsidir. Qardaş, xəlifəni kim təyin edir? Allah onun rəsulu. Bunu kim təyin edir? Onun cəmaatı, Mədinə, Məkkə cəmaatı, mühacir, ənsar təyin edir. Qardaş, bunlar özlərinə padişah seçiblər. Seçdikləri padişahın da faydasını, səmərəsini, bəhrəsini də yiyiblər. Onun nə dəxli var 1400-a mənə? 24 il, 6 ay, 22 gün Əlil İslamın 30 illik imamətini qəsb elədilər. Qutardı da, qardaşlar, nə istəyirsiniz? O vaxtı bu qəsbikarlığı elədiniz, o vaxtı bu cəsarəti, bu cürəti elədiniz, o vaxtı bu səhvi, bu cinayəti, bu təqsiri, bu xətanı elədiniz. Qardaş, kim seçmişdi özü üçün bəhrəsində özü yesin də? Mənə nə qədər sən bunu verirsən, sırıysan mənə? 1400 ildən sonra mənə borcdur, sənin seçdiyin mənə meyardır. Sənin təyinatın mənə təyinatdır. Allah və Rəsulu təyinləyən mənim üçün meyardır. Sənin təyinatın mənə təyinatdır. Siz harada gördünüz ki, Quranda bir dənə ayə olsun ki, insanlar özlərinə peyğəmbər seçdir? Əsla bir şey ola bilməz. Ma atakumur Rəsulu fəxuzuhu və ma nəhakum anhu fəndəhu. Quran buyurur ki, nə peyğəmbər sizə gətirib, onu əxs ediyor. Ma atakumur Rəsulu fəxuzuhu. Məhkəm tutur. Və ma nəhakum anhu fəndəhu. Nə ki peyğəmbər nəhy eləyib, siz də ondan daşının, çəkinin peyğəmbərin. Biz peyğəmbərin sözünün ətrafında toplaşıb, onun ətrafında onu müşayiət eləyənlərdən olmalı. Nəinki məsələn bir qism adamlar yığışırlar, elənçi isə qardaş, əgər cəmaat seçməklə isə, elə məni də imam təyin ediyor, bir də başqası peyğəmbər təyin ediyor. Qeyri-mümkün olanmaz bu. Həzrəti Fatimə nəyin dərdini çəkirdi? Dərdini çəkirdi ki, peyğəmbərdən sonra ümmət öz başına oldular. Peyğəmbərin çəkdiyi zəhmətlərin bəhrəsi, səmərəsi, faydası xalqın içərisində bu dərəcədə kobud şəkildə pozuldu. Hələ İslamın imaməti qalsın, xilafəti qalsın, visayəti qalsın, vilayəti qalsın. Söhbət hələ bundan gedirdi ki, səqifətə bu zülmü Peyğəmbərdən sonra rəva gördülər. Həzrət Fatimə başqa bir şey olmamışdır. Həzrət Fatimə din dərdindən xəstələnmişdir. Həzrət Fatimə İslamın dərdindən də xəstəlikə düşmüşdür. Ki, Peyğəmbər həzrətlərinin o zəhmətlərindən sonra gəlsinlər belə bir öz başınalıq eləsinlər. Hansı ki, o adamlar ki, Qədir xümmüdə Həccətül Vidadan qaydandan sonra Peyğəmbərin mən kuntum Allahu fəhadə əliyyümmü Allahu kəlməsini eşitmişdilər, görmüşdülər, Əlil İslamdan görüşü təbrik eləmişdilər. O insanlar hamısı yaşayırdı hal həyatda. İmamlarımızın birinin həyatında var, sahabələrinin birindən söhbət eləyəndə buyurur ki, filan gəz, bir haqqın, həqiqətin təsdiqi üçün İslamda neçə dənə şahid lazımdır? Məsələn, görürdü, məsələn, bəzi şeylər var ki, məsələn, 2 şahid bəs edir. Məsələn, şey var, 4 dənə şahid olsun. 4 şahid, da 4 şahiddən yuxarı mən eşitməmişəm. Nə də oxumamışam, bildir ki, bir şeyin, məsələn, lap foqı, əksəri, ya məsələn, ən yuxarı həddi 4 nəfər şahid olsa bir şeyə, da bəs edir, kifayətdən də çoxdur. Deyir ki, 100 mindən yuxarı hacı Həzrət Əlil İslamın haqqına şahid oldular, amma Həzrət Əlinin vilayəti qəbul olmadı. 100 mindən yuxarı. Qoy 100 min olmasın, 80 min olsun. Qoy 10 min olsun, 5 min olsun. Qoy 1000 nəfər, qoy 100 nəfər olsun. Qoy məsələn 50 nəfər olsun. 50 nəfər bir təsdiqəcə qəbul olmaz. 2 nəfər adamın sözü qəbul olur, 100 minə yaxın hacının gördükləri qəbul olmadı. Təsdiq olmadı. Həzrət Fatiməni İslam dərdi xəstələndirdi. İslam dərdi Həzrət Fatimə üçün dərd oldu. Və Həzrət Fatimə sallallahu aleyha barəsində bu günləri onun şəhadəti münasibətinə ki, toplaşmışıq biz. Şeyx Abbas Qumminin yazdığı bir şeir var ərəb dilində.
O şeiri mən oxuyanda fikirləşdim ki, hər zaman belə bir məclis olarsa, o şeirin deyilməyinin yeri var həqiqətən. O şeir deyirlər, danışılar. O şeirin mənası müəyyən mənada insanlara çatdırılar. O zaman gəlir İslam'a gəlirlər, xəbər verirlər Həzrət Fatimə sallallahu əleyhanın şəhadətin. Həzrət Əleyhissalam bu xəbəri eşidəndə, belə deyək də, bu gözlənilməz xəbər, bu arzu olunmaz xəbər. Nətər deyək? Belə demək, yəni bundan başqa acı xəbər. Həzrət Fatiməni nə qədər sevir Əleyhissalam. Həzrət Fatiməni nə qədər sevir. Həzrət Fatimənin Əleyhissalam qəlbində olan eşqi, onun qarşılığıdır. Həzrət Fatimə nə qədər Həzrət Əlini sevir. O nə qədər onun sevimli bir gənc ana. Artıq dünyasını dəyişib, körpələri qalıb. O zaman gəldilər, xəbər verdilər Əleyhissalama, yol gəlirdi Əleyhissalam. Hardan gəlirdisə bu xəbəri eşitdi. Şeyx Abbas Qumminin yazdığını mən deyirəm. Deyir, Əleyhissalam özündən getdi. Məhəbbət əhli belədir. O xəbəri eşitdi, Əleyhissalam özündən getdi. Və ayıldı Əleyhissalam bir şeir oxudu. O şeiri o, istəyirəm mən deyəm, bu sözümün sonluqları üçün. Bu söhbətlər bitən, tükənən deyil. Bu sözlər əsrlər boyu danışılacaq. Necə Quranın o ayələrində Allah Teala buyurur ki, əgər dərya mürəkkəb ola, ağaclar qələm ola, ki, Surə Luğmanda ki, min şəcərətin əqlamun vəl-bəhri yəmudduhu min bə'dihi səb'atü əbhurin ma nəfidət kəlimatullah. Əgər ağaclar qələm ola, dərya mürəkkəb ola, 7 dənə dərya mürəkkəb ola, əlavə dəryalar da ona əlavə oluna, min şəcərətin əqlamun vəl-bəhri yəmudduhu min bə'dihi səb'atü əbhurin. Bir dənə dəryaya 7 dənə də dərya böğrünə qoşula əlavə ola. Ma nəfidət kəlimatullah. Allahın kəlamı qutarmaz. Niyə? Elm qutarmaz, elm tükənməz, elm bitməz. Elm ona deyərlər ki, onun sonu yoxdur. Onun axırı yoxdur. Bu sözlər nə qədər danışılıb deyiləcək, bu tükənən qutaran deyil. Və bu sözümün mən sonluğu üçün, çünki bu məclis daimən danışılan, davam edənməz məclisin aid tədbirləri də var. Mən sizin zəhmətlərimi azaldacam inşallah. Əleyhissalam o xəbərin təsirindən ki, özündən gedir. Ayılan zamanda bu şeir oxuyur. Likulli ictimai min xəlileyni firqətun və kullullezî dunəl firaqu qalilun və ən iftiqadı vahidun bə'də vahid dəlilun aleyyə əllə tədumə xəlil. Nə qədər möhkəm dostluq ola, onun axırında ayrılıq var. Soruşlar Həzrəti Musa Peyğəmbərdən ki, Peyğəmbərlik elədin bir ömür çox çətinliklər qarşıma çıxdı. O Peyğəmbərlik dövründə və ondan sonra əvvəlki dövrlər Peyğəmbərlik dövründə sənin üçün həyatın hansı tərəfi çox çətin və dözülməz oldu, ağır gəldi sənin üçün. Həzrəti Musa Peyğəmbərə buyurdu ki, o zamanki Xızrla ki, mən yoldaşlıq elədim. Müəyyən səbəblərdən mənim ona səbrim çatmadı, axıra qədər gözləyənmədim də o əhvatı mən tamamilə danışan verəm yeridir. Xızr mənə dedi ki, haza firaqu bəyni və bəynik. Ondan böyük mənim üçün dərd olmayıb. Ən böyük dərd mənim üçün ayrılıq dərdi oldu. O zaman ki, Xızr mənə dedi ki, haza firaqu bəyni və bəynik. Quranda da ayət də Kəhf surəsində. Əleyhissalam buyur ki, likulli ictimai min xəlleyni firqətun. Bütün dostluqları nə qədər möhkəm olursa da, onun axırı ayrılıqdır. Heç elə bir dostluq yoxdur ki, onun sonluğu ayrılıq olmaz. Nə qədər dostluq möhkəm olursa da, onun sonunda bir günləri bir ayrılığı var. Likulli ictimai min xəlleyni firqətun və kullullezî dunəl firaqu qalilun. Hansı müsibətdəki ayrılıq yoxdur, heç o dərddir. Əleyhissalam buyurur.
hansı müsibətin ki, içərisində ayrılıq yoxdur, heç o dərd deyir. Əgər ayrılıq yoxdursa, bir müsibətin dərdin içərisində, heç onu dərd hesab edəməyə dəyməz. لِكُلِّ اجْتِمَاعِ مِنْ خَلِّينِ فِرْقَةٌ وَكُلُّ الَّذِي دُونَ الْفِرَاقُ قَلِيلٌ Və ən-iftiqad vahidun bə'də vahid. Mənim 2 dənə dostum var idi. Mənim 2 dənə məhbubum var idi. Onlardan biri Peyğəmbər idi, biri də onun qızı Həzrət Fatimə Zəhra. Və ən-iftiqad vahidun bə'də vahid. Onun biri mənim əlimdən getmişdi. O dostumun biri mən əlimdən vermişdim. O dostumun birindən mən ayrılmışdım. İkinci dostumla da o birinci dostumun yerini əvəz edirdim. Və ən-iftiqadi vahidun bə'də vahid. Dəlilun aleyyə əllə tədumə xəlili. Bu onu göstərir ki, daha mənim həyatda dostum qalmadı. 2 dostum vardı. O dostlarım da mənim əlimdən getdi və mən tənha qaldım. Və mən yalqız qaldım. Mən tənhalaşdım. Və bu günləri seyyidlər Həzrət Fatimənin övladları bizim aramızdadır. Vaxt var. Seyyidlər bu günləri Həzrət Fatimənin bizim üçün yadigar aradılar. Alimlərimizdən biri belə dedi, qoy elə adı ilə deyim. Möhsin Qəraəti dedi, Allah cansın. Kitabı da onun ilin kitabı oldu, təfsiri Nur. Çox gözəl onun məntiqi bəyanı var. Allah salamat etsin. Dedi, mən seyyidlərin dirilərin də, həyatda olanların da ziyarət edirəm. Dünyadan gedənlərin də ziyarət edirəm. Səbəbi nədir? Hamı bilənsidir. Amma mən səbəbini Peyğəmbərin qanıdır olar. Onların damarlarında axan qan Fatimə Həzrətlərinin qanıdır. Onun dirisi də bizim üçün möhtərəmdir. Həzrət Fatimənin də qanı o qandır ki, Peyğəmbərli ilə imaməti bir-birinə birləşdirib. Həlqə ittisalda. Peyğəmbərli ilə nübüvvətlə imaməti birləşdirən bir qandır. Seyyidlər bu günləri bizim aramızda Həzrət Fatimənin yadigarlarıdır. Salamullah aleyha və əla əbiha və bə'liha və bəniha. Seyyidlər bu günləri Həzrət Fatimənin ictimaiyyətdə bizim ən fəal nəsil şəcərəsindən sayılır. İnna a'teynakal kavsər Bismillahirrahmanirrahim. İnna a'teynakal kavsər Fəxr Razi bunun üçün 15 dənə məna deyib bu Kavsər üçün təfsirdə ən barizi, ən aşkar olanlarından biri də budur ki, ən böyük nəsil şəcərəsi Həzrət Fatiməyə aiddir. Onun övladlarından çox dünyada heç kimin övladı yoxdur. Seyyidlər qədər dünyada bərəkətli olan bir nəsil yoxdur. Dünyanın bütün cuşələrində, bütün qitələrində Həzrət Fatimənin övladları xalqın içərisində məhbubdular. İslamın saxlanmasında, qorunmasında bu insanlar daimən və müntəzəm olaraq, əbədi və daim olaraq insanlar arasında İslamın bunlar təminatlarından və bir növ, yəni qanatlarındandılar. Seyyid neçə dənə İslam dini düzdür, İslamın sahibi Allahdır. İnnəlləhə İslam üçün Quran buyurur ki, İnnə dinə indəlləhəl İslam. Həmişəlik olaraq Allahın dini İslam dinidir və mən yəbtə qeyri İslam dinə fələn yuqbələ minhu və həvə fələhət minəl xasirin. İslamdan başqa da bir adam özünə din götürsə, Allah təala ondan əməl qəbul eləməyəcək və onun dünyası da axırda ziyandadır. Amma bu Allahımız ki, bizim üçün dinimizin saxlanmasında bizim təminatçımızdır. Amma onun vasitələri var. O vasitələrdən biri seyyidlərdir ki, Allah Teala Həzrət Fatimənin övladların dünyada ən böyük nəsil şəcərəsi qərar verib. İnna a'tə Bismillahirrahmanirrahim. İnna a'teynakal kavsər. Fəsəlli Rəbbikə vənhər. İnnə şaniyəkə vələbtər. Onlar ki, ümid edirdilər ki, Peyğəmbərin oğul övladı yoxdur. Yaxın bir zamanda özü dünyasını dəyişəndən sonra bu Peyğəmbər dünyadan nəsli kəsilmiş
onun nəsli gələcəyə çatmayacaq. Quran onların dediyini deyir ki, deyir, ona əbtər deyirdilər. Yəni, sonsuz. Quran buyurur ki, İnnə şaniyəkə hüvələbdər. O sənə sonsuz deyənlər özlərinin nəsilləri kəsiləcək. Onların nəslindən yer üzündən nümayəndə qalmayacaq. Amma sənin nəslin Həzrət Fatimə sallallahu vasitəsilə ki, nübüvvət və imamətin birləşdirici həlqəsidir. Həzrət Fatimə sallallahu əleyhanın nəsl şəcərəsi daimi və əbədi olaraq insanlar arasında insanların xilas və nicat yollarını onlar üçün təyin edib və müəyyənləşdirəcəklər. Və mənim söhbətlərimin, indi bu hissəsi Allah bizə bitir, ağıya verəcəm mən sözü. Söz ondan ibarətdir ki, söz bundan ibarətdir ki, o ki, məsələn, biz dedik ki, Həzrət Fatimənin ayrı dərdi yox idi, İslam dərdi, din dərdi, Həzrət Fatimə sallallahu əleyhi dərdi. Həqiqətən də bu günləri görürsən ki, o günləri kəc qoyulan həmin o divarın bugünkü faciələrinə, müsibətlərinə baxılan ki, İslam xalqları arasında nə qədər gör təriqətlər, nə qədər məzhəblər, nə qədər ayinlər yaranır. Bunlar bir yana qalsın. Baxılan bizim içərimizdə, baxın görün ki, o sələflər özlərini adlandıranlar, ya məsələn özlərini vəhhabə adlandıranlar, bu günləri baxın görürlər şiəni hansı formada dünyada təqib edirlər. Baxın görür şiə barəsində hansı sözlər yayılırlar. Bunların ancaq və ancaq niyyət və fikirləri bundan ibarət ki, nəyin bahasına olursa olsun, şiənin səsin, sorağın, izin yer üzündən, yer səviyyəsindən silmək və şiəsiz bir dünya yaratmaq ki, o dünyada şiə yaşamamalıdır. Hardan gəlib bu? Həzrət Fatimənin dərdinə elə həqiqətən də dərd çəkməyə dəyərdir də. O günləri qoyulan o iz ki, nəs bir iz kimi fədəki Həzrət Fatiməyə vermədilər. Həzrət Fatimə fədək neynirdi? Həzrət Fatimə onlar dünyanın məhəbbətin qəlblərində gəzdirən insanlar dördülər. Məsələ ondan gedirdi ki, bu təhrifatlar Qur'anın hökm və əmirlərinin, ayələrinin qarşısında yalancı hədislər quraşdırılmaq, düzəltdirmək Həzrət Fatiməni dərdə gətirmişdir. Yalancı hədislər, cəhli hədislər, qondurma qurama hədislər düzəldirdilər. Həzrət Fatiməni dərdə gətirən o idi. Həzrət Fatimənin Allah və onun Rəsul tərəfindən təyin etdi ki, xəlifənin, canişinin, imamın, vəsinin, vəlinin təyinatının qarşısında özləri gedib, özləri üçün xəlifə seçməkləri bu nəyi göstərirdi? Bu sadəcə bir məsələ deyil idi. Onun gələcəyi vardı ki, və o gələcəyi biz bu günləri müşahidə edirik. Dünyanın, mən adlarını çəkmirəm, bu deyirəm, bəlkə də məsələn bir hansı mənada, siyasi mənada ola bilər ki, yaxşı yozulmasın. Siz bilirsiniz dünyada doğrudan doğruya müşrik kimdir? Onlar da qəşəng bilirlər, biz də gözəl bilirik. Ki, dünyanın ölkələri var. Ki, onlar doğrudan doğruya bütün qabağında istayiş edirlər. Onu onlar da görürlər, biz də görürük. Amma bunlar bizdən başlayırlar. Bizi güclə müşrik eləmək istəyirlər. Müşrik adını qoymaq istəyirlər bizim üçün. Hansı ki, özləri də bilirlər ki, hansı ölkə başdan başa müşriklərdir. Bunların dərdi ilə Həzrət Fatimə sallallahu. Çünki Həzrət Fatimə sallallahu əleyhə ki, Müshəf-i Fatimə nazil olub, Fatimənin Quranı mənasını verir. Əl-İslam onu imla edib, Əl-İslam onu yazıb. O 75 ya 95 gün ərzində ki, müntəzəm Həzrət Cəbrail Həzrət Fatimə üçün nazil olub, Müshəf-i Fatimə deyilən bir kitab ərsiyə gəlib və onun yazanı da Həzrət Əl-İslam olub. Həzrət Əl-İslam buyurur ki, Allaha and olsun ki, orada halaldan, haramdan söhbət getmir. Halal haram Quranda varımızda. Orada ancaq və ancaq gələcəkin söhbətlərindən söz gedir. Gələcəkin hadisələrindən söhbət gedir. Həzrət Fatiməni dərdləşdirən, dərdə gətirən nə idi? Bu cür Peyğəmbər zamanından sonra ki, Peyğəmbərin hələ adı dillərdən düşməmiş, başqa sözlə məsələn daimən deyəmirəm, bu cür İslamda ixtişaşlar yaratmaq, bu cür İslamda cəhli hədislər düzəltmək, bu cür Qur'anın ayələri açıq aşkara
danılması, təksib olunması Həzrəti Fatimənin böyük bir dərdi idi. Biz bugünləri din dərdi, mən özüm üçün deyirəm, üzr istəyirəm hamımızdan, din dərdinin nə olmağını mən özüm düşünmürəm. Ona görə elə bilirəm ki, hamı elə mən kimidir. Yəqin mən dinə necə laqid və biganiyəm, yəqin hamı elə mən kimidir. Din dərd çəkənlər üçün ən böyük dərd elə din dərdidir. Həzrəti Fatimənin gənc yaşında, o cavan yaşında, o sağlam yaşında atasına qədər, atasının dünyadan gedənə qədər Həzrəti Fatimə tam sağlam bir insan kimi atasından sonra bu hadisələr ki baş verir, o hadisələr Həzrəti Fatiməni dərdə gətirir. Və o dərdlər nəhayət Həzrəti Fatimənin bir günləri dünyadan köçməsinə səbəb olur. Həzrəti Fatiməni o zamanda vurdular ki, yaxın zamanda ana olacaqdı. Hansı ki, o vaxtda qadınları adətən əziz vaxtlarıdır. Qadınımız əzizdir, hörmətlidir. Ana olmaq ərəfəsi yaxınlaşanda bilirlər ki, məsələn, bu yaxın zamanda ana olacaq, ana olmaq üzrədir. Onun hörməti 2 qat, 3 qat çoxalır. Deyirlər ki, məsələn, bu qadın bu vəziyyətdə onun hörməti saxlanmalıdır. Həzrət Fatiməni o zamanında vururdular. Özdə öz həyətində, öz evində vururdular. Özdə əllə yox, ayaqla vururdular. Özdə bağlarının, yoldaşının gözünün qabağında vururdular. O zaman da vururdular ki, atasının qarası, atasının matəm qarası hələ onun əynində idi, hələ onun göz yaşları qurumamışdır. Ki, mənim başıma gələnlər işıqlı gündüzlərin başına gəlsəydi, qaranlıq gecə olardı. Həzrəti Fatimə bəs bu dərdlərə o yaşında dünyadan getməsəydi nə eləməli idi? Onun dünyadan getməkdən başqa ayrı bir çıxış yolu qoymamışlar onun üçün. O dərdlə Həzrəti Fatimə uzun ömür yaşayanməzdi. Və bu ki, mən əvvəldə bir işarə elədim onun üçün, yenə mən qayıdıram ora. Heç bir kəsin səlahiyyət və ixtiyarında, hüquqlarında yoxdur ki, onlar İslam dininə özlərindən o xəlifə, imam, rəhbər, canişin, hansı bir desək, bunlar hamısı büdətdir. O büdətdən onlar peşman olmaq əvəzinə, tövbə eləmək əvəzinə, o qüsurdan, o günahdan, o təqsirdən tövbə eləmək əvəzinə, həmin o səhvlərin əsrlər boyudu, özləri ondan peşman olmaq əvəzinə, o qüsurdan, o nöqsandan peşman olmaq əvəzinə ki, biz nə eləmişik? Biz gətirmişik özümüz bir nəfər adamı, təyin eləmişik öz tərəfimizdən və illər boyu insanlara da vacib eləmişik ki, bunların görə itaətində olsunlar. Hansı ki, bunun heç bir hüquq əsası yoxdur. Heç bir hüquq əsası yoxdur. Allah və Rəsul tərəfindən təyin olunmayan bir şəxs, İslamın hər hansı bir fərdi üçün onlar məşruiyyət, legitimlik nöqtə nəzərindən heç bir əhəmiyyətləri yoxdur. Kim onları seçmişdir? Ancaq onların özləri üçün onlar padişahlıq eləyə bilərlər, imamət də yox. Krallıq eləyə bilərlər, padişahlıq eləyə bilərlər. Necə ki, məsələn, Əbbasilər var idi, Əməvilər var idi, Osmanlılar var idi. İndi dünyanın müəyyən ölkələrində, məsələn, quruluşlar var. Onların nə əsası var, nə dəxli var İslama? İslam Allah və Rəsul tərəfindən deyilməyən bir sözün nə dəxli var İslama? Onu özləri təyin edirlər, özləri üçün də, bəhrəsində, özləri əkdiklə ağacdır, səmərəsində, bəhrəsində özləri yesinlər. Allah Teala bizləri inşallah Həzrəti Fatimə salamullah əleyhanın məhəbbətin, onun övladlarının məhəbbətin, öz məhəbbətin, onun həyat yoldaşının məhəbbətin, bugünkü gündə onun zürriyyələrinin məhəbbətin ürəklərində, qəlbində gəzdirən insanlardan Allah bizi qərar versin inşallah. Dünyada Allah Teala'ların ziyarətdən axirətdə şəfaətlərimizdən nəsib eləsin inşallah. Allah Teala Həzrəti Fatimənin şəfaətindən bütün möminləri, müslimləri məhrum eləməsin inşallah. Həzrəti Fatimə salamullah əleyhanın həmşəlik olaraq, adı əbəd olaraq bizim aramızda müqəddəs, əziz,
dəyərli, fəzilətli, qiymətli olub. Bu dəyər, bu qiymət, bu fəzilət həmişəlik olaraq bizim aramızda mütəmadi və müntəzəm olaraq həmişəlik olaraq yaşasın inşallah. O zaman ki, Həzrət Fatimə salamla dünyaya gəldi, dünya nə gün dedi qadın barəsində? Bir yüngüllə işarə edirəm. Doğulan qız uşaqlarını öldürürdülər, o zamanda ki, Həzrət Fatimə salamla dünyaya gələ hədəflərdi. Qadını insan bilmirdilər. Nətər məsəl üçün Quranda və izə buşrə əhədhum bil unsa zəllə vəchun musvəddən və huvə kəzim. Quranın ayəsidir. Onlara deyilən insan qızız olub, qəzəblərindən, acıqlarından üzləri qapqara qaralardı. Yətəvaran min qavmi, öz qovumlarının, insanların arasında, tayfaların arasından çıxardılar, uzaqlaşardılar, fikirləşərdilər ki, neyniyək biz bunları? Saxlayaq o xəzavəti götürək üstümüzə, əmiyyəti sufid duraq, ya bunları bastıraq torpağın altına geçsin. Və idəl məvudəti su illət, bi əyidən bin qudrət. Hələ o cəhalət dövründə öldürülən qız uşaqları üçün Allah Quranda buyurur ki, soruşacaq biz insanlardan ki, o məvudələr ki vardı, Allah tərəfindən sizə ki verilmiş o qız körpə uşaqlar ki vardı və idəl məvudəti su illət bi əyidən bin qudrət. Nə günahına görə onları öldürübsünüz? Hansı günahına görə öldürübsünüz? Yəni, əyyam-ı cəhalətdə öldürülən qızların Allah-Taala qayğısına qalacaq, Həzrət Fatimənin qatillərinin elə belə keçəcək. Həzrət Fatimənin qatilləri elə belə tamamilə elə Allahın nəzərində həmişə sadə bir şəkildə qalacaq, onlardan qisas alınmayacaq. Hansı ki, cəhalət dövrünün qızları Həzrət Fatimə ola bilməz. Düz Allahın bəndəsidirlər. Amma Həzrət Fatimə deyirlər ki, Rüqəyyənin qanı, intiqamı, qisası yerdə qalacaq. Və izləlim məvdət suilət bi əyidən bin qutulət, cəhalət dövrünün qız uşaqlarının qisasları, intiqamları Allah'a bu günləri qəzəbləndirir ki, bunların əvəzi məhşər günündə alınacaq o qatillərdən Həzrət Fatimənin, Zeynəbin, Gülsümün, Rüqəyyənin, Səkinənin intiqamları, qisasları alınmayacaq. Allah-Taala bizləri inşallah Həzrət Fatimənin şəfaətinə, dünyada ziyarətlərinə, axirətdə onların özlərinin, övladlarının, atasının, yoldaşının salam olsun onun özünə, onun atasına, onun həyat yoldaşına, onun zürriyyələrinə. Allah dünyaların ziyarətlərinə, axirətdə şəfaətimizə nəsib eləsin inşallah. Həzrət Hüccət Qaimi Ali Muhammed Bəqiyyətullah Əl-Əzəm və əla hüccətikəl qaimi əccil fərəcəh yəmləul ərzə bi qistin bədə zulmün və fitən. Yenə dünya möhtacdır onun övladına. Yenə dünya hamısı əlin qaldırıb göyə təslimçilikin bildirirlər ki, biz dünyanı idarə eləyə bilmədik, biz dünyanı islah eləyə bilmədik. Yenə ümid qalır Həzrət Fatimənin oğluna. Yenə də o gələcək və əla hüccətikəl qaimi əccil fərəcə. Allah onun gəlişində təzilləsin. Yəmləul ərzə bi qistin bədə zulmün və fitən. Yer üzündə büsbütün zülüm, ədalətsizlik, haqsızlıq yer üzünü büsbütün bürüyəndən sonra yer üzündə yenidən Həzrət Hüccət vasitəsilə yəmləul ərzə bi qistin ədalət bərpa olunacaq, insaf bərpa olunacaq. Allah yer üzündə yer üzünü islah eləsin. Qur'an-ı İslamı şəriəti yer üzündə paydar eləsin. Allah-Taala müsəlmanların, möminlərin zahiri bidi, ürəklərimizi bir-birinə rauf mehriban eləsin. Allah bu evi abad eləsin. Bu evin əhlin, sakinlərin, ailə üzvlərin yerin göyün bəlasından hifz eləsin. Bütün burada Həzrət Fatimə məclisinə toplaşanların Allah-Taala dünyasına, axirətin xeyr eləsin. Bizə rəhm eləməyənlərin şərrini Allah-Taala bizləri kənar eləsin. Ağla gələn, gəlməyən bəlalardan Allah bizləri kənar eləsin. Bizə Allah-Taala dünya, axirət xeyri nəsib eləsin. O şeylər ki, xeyridir, Allah müsəlmanlara, möminlərə, məzlumlara inayət eləsin. O şeylər ki, şərridir, müsəlmanlardan, möminlərdən, məzlumlardan kənar eləsin. Sözlər qeyd elədiyimiz kimi, ağaclar qələm ola, dəryalar əgər mürəkkəb ola, ma nəfidət kəlimatullah. Allahın kəlamı bitməz, Allahın kəlamı qurtarmaz. Və bizim çarəmiz yoxdur, hər bir başlanğıcın son olmalıdır. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahümmə sallallahu Muhammed və ali Muhammed məxtələfəl mələvan və təaqəbəl əsran
Allahümme salli ala Muhammed ve ali Muhammed ve ahir davana enelhamdülillahi rabbil alemin ve selamu aleyküm ve rahmetullah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammeden ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahman ya Rahim. Hasbunallah ve ni'mel vekil. Ni'mel mevla ve ni'men nasir. Ya rahmetallahil vasi'ah ve ya bab necatil ummah. Esselamu aleyki ya Fatımetez Zehra ya qurrata aynir Resul ya seyyidetena ve mevlatena. İnna teveccehna ve isteşfa'na ve tevesselna biki ilallah ve qaddamnaki beyne yeday hacatina ya veciheten başlıram bu metlebime Xudadan özgəsindən ittika seza olmaz. Bilal-ı şuri belalı başımda elde kalem Ecerci layık şe'ni sözüm eda olmaz. Hemen ki eyledi rihlet Peygamber rahmet Ezanı terk eledi vermedi Bilal ezan Dedi ki hadim-i şen Hadim-i ceda olmaz Ali vesi bila fasl Hakkı gasp olsun Bu emre andola Allah'ın Hak rıza olmaz Herkes dedi Bilal kabul elemedi yazan versin Derdi olanlar, haceti olanlar
sifariş eyledi. Sifariş eyledi bir gün özü Hanım Zehra. Dedi Bilal ezan vermezsen derdime deva olmaz. Bilal, 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 babam peygamber çölüm çok istir. Sesin gelende düşür ya dime Resul-i Emin. Mene teselli edil özgen seda olmaz. Bilal gördü Betul'un sözünü yere salsam münasebet ele sultan evliya olmaz. Gelibdi mescidi peygamber azam demeye. Zamana gerçi dönüp bir de meza olmaz. Tamamı hüznüle on söyledi tekbir. Gören dedi belə məhzuniden selam olmaz. Zeynep deyir nənəmi əyləşdirmişəm səhni xanədən. Özümdə elə sevinirəm, deyirəm nənəm də bir danışdın. Bilal əzan başlayıb, xanımın qulağı məzənədən. Zeynep'in gözleri nenemin cemalinden. Bilal ezan dediksen hanım tekrar edir. Diyende şehadu en la ilahe illallah. Hanım buyurdu Hudadan sebay Huda olmaz. Üçüncü fəslin ezanın diyen zamanda Bilal kıyamet oldu desen gel sözün hata olmaz. Diyende şehadu enne Muhammeden Resulullah. Medine bir parçanane Hammı deyir ya Resulallah, ya Resulallah, ya Resulallah. Babasının eşitseyin güzel adın Hanım Zehra. Dedi neden harap erz ile sema olmaz. Baba baba dedi ezbes yıkıldı zefeledi. Ele vefalı kız ele rauf ata olmaz. Zeynep bir gördüm nenemin o solan dudakları değdi birbirine. Gördüm yavaş yavaş dir baba 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 baba. Baba evimde emniyet yoktu. Ay baba ay baba. Gelip Bilal'e dediler Bilal dayan Zehra elden gedir. Ah kesib sesin dedi bir de bu ses resa olmaz. Day azanın ahirine yetiremedi. Peygamberin adıyla ezan nimet tamam düştü mezeneden. Dedi Bilal day besti. Day bir de bu azana sesi yüceltma. Zehra'ya bir zadolar.
sana Hüseyin qalar nənəsiz. Zeynəb elə deyər nənə, 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 nənə. Ya Zəhra, ah Bilal çıxdı Mədinədən, gəlib Şamə bəlkə qüssəsi yazala. Amma yatıb bir gecə Peyğəmbər edib röyan. Məhəbbət ilə Rəsul-i Xuda buyurdu Bilal. Vəfalı dost, bu tezlikdə bir vəfa olmaz Bilal. Zəhra məriz idi, əlinin tək günləri idi. Nə gələn vardı, nə gedən, nə Mədinədən çıxmaq vaxtidir Bilal. Durdu yuxudan, elə ağladı dedi Bilal, nə Mədinədən çıxmaq vaxtidir. Ah, gəlib yetişib dərvazəyə Mədiniyə, qalıb mütəfəkkir vəli ki məram üstən. Ki hansını eləsən nəqzi müddə olmaz. Gedim ziyarəti Peyğəmbər əvvəl görəsən və ya iadəti Zəhraya ki sonra olmaz. Yavaş yavaş gəldi əlinin evinə tərəf, gəlib döyüb qapını, gör qulamidə ədəbi. Elə qulam, elə Mövla-i Zülələm olmaz. Ah, Həsəneynin biri gəlib qapıyan, mənim əqidəm əmma bu söz becal olmaz. Qapı açan gərək Şah-ı Kərbəla olsun. Qapı açan Hüseyin olan yerdə müctəba olmaz. Ah İmam Hüseyin ağa qapını açmağa həmin Bilal gördü Hüseynin rəngi elə saralıb, elə kəhrəba olmaz. Dedi Hüseyin, Hüseyin o gözlərə qurban olum, nənən necədir? Şəfa tapıbdı və ya inki dərdinə dəva olmaz. Dedi Bilal hardaydın, hardaydın? Ah İmam Hüseyin ağa Bilal elə bir cavab verdi. Bilalın dizləri titrədi, yıkıldı yerə, üzüm qoydu o yanan qapıya. Dedi Bilal, anama burada bir yara dəydi. Anama burada bir yara dəydi. Yeter bu dünya tamam, elə yara olmaz. Uzadenen ya Zehra, Bilal, Bilal, kapı dalında duran hamile bir öğretidir. Kapını yandıran 300 nefer cemaatidir. 300 nefer yanan kapıya hamle eylese, neyler dalında hamile bir öğret yana yana. Ya Zehra, ya Zehra, qəbrün kənarında hər gecə mürtezam perişandı Fatimem.
Sübhədək bu yorğun məzar və gözlərim nigəhbandı Fatimən Qəbrün kənarında hər gecən Mürtəzam pərişandı Fatimən Sübhədək bu yorğun məzardan Gözlərim nigəhbandı Fatimən Qəm sipahi təqib edir məni Bu çölə gələndə qədəm qədəm Firqətində Munisi Əli Qəm məni sindidən bədən Gəlməyim necə qəbrin üstünə Evdə ağlamaqdan müqəyyədəm Mənzilimdə bağibani qəm Mənzilimdə bağibani qəm Güllərin pərişandı Fatimə Güllərin pərişandı Fatimə Qəbrün kənarında hər gecə Qəbrün kənarında hər gecə Mürtəza pərişandı Fatimə Sübhədək bu tozlu məzarı və Sübhədək bu tozlu məzarı və Gözlərim nigəhbandı Fatimə Ey əzası rəz mən tutulmayan Ey əzası rəz mən tutulmayan Mən özüm əzarım sənin Mən özüm əzarım sənin Ey məzar xəlqə tanınmayan Ey məzar xəlqə tanınmayan Bir şikəstə zəvvarım sənin Evlərində biganələr yatıb Evlərində biganələr yatıb Aşinayı bigarım sənin Bu zəmanə səndən sonra dəxi Mürtəzaya zindandı Fatimə Qəbrün kənarında hər gecə Qəbrün kənarında hər gecə Mürtəza pərişandı Fatimə Mürtəza pərişandı Fatimə Sübhədək bu tozlu məzarı və Sübhədək bu tozlu məzarı və Gözlərim nigəhbandı Fatimə Gözlərim nigəhbandı Fatimə Ey müdafiə Hakkı Mürtəza Ey sülaleye Fətmi Mürselin Ey müdafiə Hakkı Mürtəza Ey sülaleye Fətmi Mürselin Ey əfifeyi Daim-ü Selat Asidar-ı şəv Zindədarıdən Evdə xalimə Rabıbə baxıb Evdə xalimə Rabıbə baxıb Ağlaram qəmin Həzin həzin Ey gülür isafət sənə Əli Ey gülür isafət sənə Əli Əndəli bir xoş xandı Fatimə Əndəli bir xoş xandı Fatimə Qəbrün kənarında hər gecə Qəbrün kənarında hər gecə Mürtəza pərişandı Fatimə Mürtəza pərişandı Fatimə Sübhədək bu tozlu məzarı və Sübhədək bu tozlu məzarı və Gözlərim nigəhbandı Fatimə Gözlərim nigəhbandı Fatimə Qəlbim odlanar gün batır
batan zaman kalbim odlanar, gün batan zaman gözlerim dolar, ağlaram sana. Zeynep'in çıraqları yandırar, Zeynep'in çıraqları yandırar, dil qəmim olar, ağlaram sana. Güzzədən anasız balalarım, Güzzədən anasız balalarım, gül kimi solar, ağlaram sana. Göz yaşım akar, tüm bu göz yaşı, göz yaşım akar, tüm bu göz yaşı. Ehli dərdə dərmandı Fatimə, ehli dərdə dərmandı Fatimə. Qəbrinin kənarında hər gecə, qəbrinin kənarında hər gecə, mürtəza pərişandı Fatimə, mürtəza pərişandı Fatimə. Sübhədək bu toz məzarıda, sübhədək bu toz məzarıda, gözlərim nigahandı Fatimə, gözlərim nigahandı Fatimə. Ey ömrü ad məlali çox, başı bəlalı Fatimə, Peyğəmbərin xanım qızı, ürək yaralı Fatimə. Peyğəmbərin xanım qızı, ürək yaralı Fatimə. Ay ömrü az mənalı çox, ay ömrü az mənalı çox, başı bəlalı Fatimə. Peyğəmbərin xanım qızı, ürək yaralı Fatimə, ürək yaralı Fatimə. Getməyib gözüm, balaların yatıp gecə, rəqiyə gəlişəm özün. Birin tapıb deyəmədim ki, bəs yanıqlıdır sözüm. Rizayı həqqdir ol mənim sözümə, hay Fatimə, sözümə, hay Fatimə. Ay ömrü az məlalı çox, ay ömrü az məlalı çox, başı bəlalı Fatimə, başı bəlalı Fatimə. Peyğəmbərin xanım qızı, Peyğəmbərin Fatimə, ürək yaralı Fatimə. Olubdu baxdı qollarım, məşiyyətin tənabinə, müvazibəm Peyğəmbərin şəriətü kitabinə. Şəbahətim var ol kəsə, bu qönçə bağliqan olar, bu nur-i müslimidən həmişə nagiran olar. Gözümdə zəhli tikan, şəludə üstüxan olar. Kim ömrədir cahanda gör, Əli misali Fatimə, Əli misali Fatimə. Ay ömrü az məlalı çox, ay ömrü az məlalı çox, başı bəlalı Fatimə, başı bəlalı Fatimə. Peyğəmbərin xanım qızı, Peyğəmbərin xanım qızı, ürək yaralı Fatimə, ürək yaralı Fatimə. Deməm çətindir mərd üçün, qəmi zəmanə üz verə. Deməm
çətindir düşməni vurub əzizin öldürə. Əvvamı çəkdim üstüvə, görəndə Habibi həm Gezaş dedim ki əm qızı aşığın üstəki mələm. Duraşiyan eşən fərəd sən ey kəbutəri hərəm. Dedim necə uçar quşum sınanda Bağ-ı Fatimə, sınanda Bağ-ı Fatimə. Ay ömrü az təlazı çox, ay ömrü az təlazı çox. Ürək yaralı Fatimə, ürək yaralı Fatimə. Peyğəmbərin xanım qızı, Peyğəmbərin xanım qızı. Ürək yaralı Fatimə, ürək yaralı Fatimə. Necə bu qəbri tək qoyub davam edim saradıvə. Necə gedim əli solub o boş qalan otağıvə. Danış görüm sözünlədir o dörd yetim uşağıvə. Demirsən heç nə haldadır Hüseynin halı Fatimə, Hüseynin halı Fatimə. Ay ömrü az təlazı çox, ay ömrü az təlazı çox. Başı bəlalı Fatimə, başı bəlalı Fatimə. Peyğəmbərin xanım qızı, Peyğəmbərin xanım qızı. Ürək yaralı Fatimə, ürək yaralı Fatimə. nə vaxt olar uzaq düşüb sıxanmıyır nariyə. Peyğəmbərin əzili Həbəş bilalı Fatimə. Həbibi həmdavərim, əgərçi mən Həbibiyəm. Əsir cövrü möhnətəm, Mədilənin qəribiyəm. O mənbər ki mən onun Suxanvəri xətibiyəm. Əlinin o fəqət olub gözəl məqam Fatimə, gözəl məqam Fatimə. Ömrü az təlazı çox, ay ömrü az təlazı çox. Başı bəlalı Fatimə, başı bəlalı Fatimə. Peyğəmbərin xanım qızı, Peyğəmbərin xanım qızı. Ürək yaralı Fatimə, ürək yaralı Fatimə. Allahümme salli ala Muhammed ve ala Muhammed. Allah Teala bu məclisimizi qəbul etsin inşallah. Ləyaqətlə Allaha itaat ibadətlərimiz olmasa da Allah Teala bizə layiqincə qəbul etsin. Fatimə salamullahi aleyhanın. Allah Teala dünya, axirət, övladlarının ziyarətinin, axirətə şəfaətlərin bizə nəsib etsin inşallah. Tuğay Muallim Muhammed Bəqiyyətullah Azəmin Allah zuhuruna həzir etsin. Allah bu evi abad eləsin. Bu məclisin təşkil olunmasında, təsis olunmasında zəhmətlər çəkiblər, fəaliyyət göstəriblər. Allah Teala onların dünyasının axirətdən xeyr eləsin inşallah. Allah Teala ona təvəkkül edən bəndələrdən bizləri qərar verir. İşlərdə Allah Teala bizi bir anda olsa öz başına qoymasın. Öz hidayət
hidayətindən, sırat-ı müstəqimindən bir anda olsa ayrı salmasın. Amin. Bizləri tövbələri qəbul olmamış, onları bağışlanmamış aparmasın. Amin. Ol minnətsiz halar rozlar nəsib eləsin. Amin. Fatimə salamullah hörmətinə, cəmi xəstələrimizə, mərizim mərzələ şəfa inanır. Amin. Qərib qürbət vilayətdə, evindən, vətənindən, əzizlərindən, doğmalarından, ayrı düşənləri Allah tezcən bu əziz günləri zamanında Allah öz əzizlərini, öz doğmaları edirsin. Amin. Həbsdə zindanda olanlarımız var. Xüsusən onlar ki, ruhani qardaşlar və əzizlərimizdə haqq deyib, haqq danışırlar. Həqiqəti deməklərinə görə onların təqsiri Quranda ayə var. Allah Taala o Ali Firondan bir nəfərin haqqında deyir ki, və qalə rəculun min Ali Fironə yəqtulu imanəhu ətəqtun əzün ən yəqulət deyirlər. Bunlar bir dənə deyiblər ki, Allah bizim Rəbbimizdir. Bunlar haqqı deyiblər, məhbus olurlar, zindana düşüblər. Allah tezliklə onların zindanlarını inşallah açıq etsin. Zindanından, o qaranlıq güşələrdən nicat versin inşallah. Allah Taala yer üzərində sülh, əmin-amanlıq, asayişi, ədaləti, insafı, elmi ən gözəl şəkildə bərqərar etsin. Allah bizi bir anda olsa alimsiz, rəhbərsiz yaşatmasın. Allah bizim aqibətimizi, axirətimizi, axirəti xeyirli olan insanlardan qərar versin. Allah Taala bizləri ağla gələn, gəlməyən bəlalardan hifz eləsin. Bizimizi, zürriyyələrimizi, övladlarımızı Allaha ibadət eləyən, namaz qılan bəndələrdən qərar versin. Bizlərimizi, mədrəsələrimizi, Hüseynələrimizi, Zeynəblərimizi abad eləsin. Müəllim tələbələri Allah yerin göyün bəlasından hifz eləsin. Dünyadan gedən haqqı boynumuzda olan ruhları şad eləsin. Allah bizim rozlarımızın bərəkətini artırsın. Müsəlmanların, möminlərin, qəlblərin bir və rəufu mehriban eləsin. Yaxınlarımızın, doğmalarımızın məhəbbətin, sevgisinin xalqın qəlbində bərqərar etsin. Onun sevgisinin, məhəbbətin, dostluğun Allah bizim qəlbimizdə, ruhanilərin qəlbində, ruhani də məhəbbətin xalqın qəlbində bərqərar eləsin. Qur'anı oxumaqda, öyrənməkdə, əməl eləməkdə, onu təbliğ eləməkdə Allah Taala bizə müvəffəqiyyət versin. Onu həm hifz eləməkdə, həm onu mühafizə eləməkdə Allah bizə müvəffəqiyyət versin. Allah elminə əməl eləyən insanlardan bizdə qərar versin. Peyğəmbər, ali Peyğəmbərdən Allah bizləri dünya, axirət ayrı salmasın. Allah dünyaları ziyarətlərini, axirətdə şəfaətlərini bizə nəsib eləsin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bir daha hamımız təşəkkür edirik. Bu göstərdiyiniz fəaliyyətə görə Həzrət Fatimədən əvəz olan inşallah dünya axirət. Çox məmnun oldum bu gözəl niyyət üzrən, bu gözəl əqidə üzrən, bu gözəl əxlaq üzrən, bu dəyanət üzrən, bu dindarlıq üzrən. Həqiqətən fərəhləndik, həqiqətən ürəyimiz, qəlbimiz şad oldu. Qəlbimiz, kədərimiz, qüssəmiz o qəlbimizdə daimən var, onun ayrılması mümkündür. İnsan nə qədər var, bu qəlb qüssə var. Amma bu məsruriyyət, bu qəlbimizin sevinci, qəlbimizin şadlığı, bu əhl-i beyti olan məhəbbətlədir. Allah Taala bu məhəbbətləri bizim qəlbimizə almasın inşallah. Allah Hacı Əhliman qardaşıma, Hacı Mirkazım qardaşıma, ağanın sözləri röhdəsini eşitdik. Digər ağalarımızın mən üzr istəyirəm. Bu kəndi özünün, axundunun olacağına salamat eləsin. Bunların hamısına salamat eləsin. Allah hamıza dünya axirət xeyri versin inşallah. Allah bizi olduğumuzdan böyük eləsin. Allah Peyğəmbər, Ali Peyğəmbərdən ayrılmasın inşallah. Allah bizləri bağışlanmamışdan aparmasın. İnşallah dua edirik. Bütün o eləmədiyimiz nələr varsa hamısı onun tərkibində olsun. Allah cəmi xeyirlər ki sənin nəzərində var. Biz cəmi xeyirləri sadalaya bilmərik. Cəmi xeyirlər ki, sənin nəzərində var. O xeyirləri səndən istəyib istəməyimizdən asıl olmayaraq. Bu cəmlər və bizim kimi dünyanın hər yerində cəmiyyətlər ki, bizim kimi arzu edirlər. Allah cəmi xeyirləri, dünya, axirət bizə və onlara nəsib elər. O şeylər ki, şərridir, xətadır, çətindir, bəddir, dözülməzdir. Onları həm dünyada, həm axirətdə bizdən və bizim kimi arzu edən insanlardan dünya, axirət kənarlayır. Fatih xeyr oxuyur inşallah. Həm ölənlərimizin ruhu şad olsun, həm bu evin əhli yerin göyün bəlasından hifz olsun. Həm bu evin nə ürəyində arzu mətləbləri var, həm sizin qəlbinizdə, bizim qəlbimizdə nə arzu niyyətlərimiz varsa, Allah Taala onları tez zamanda, təcili surətdə, səriən, daha neçə dənə dillər deyirik ki, Allah Taala o arzu və istəklərimizi bərabərdə də hacab, arzu və istəklərimizin müqabilində nə ki istəmişik Allah Taala bu məclisdən çıxmamış Allah Taala o istəklərimizi, o arzularımızı bizim üçün inayət etsin. Amin. Fatihə xeyr oxuyuruq.
İnşallah onun savabını da veririk Peyğəmbər, Ali Peyğəmbərə, atamıza, anamıza, qaynata, qaynanamıza, bir sözlə haqqı boynumuzda olanlar çox, xüsusən bu evin, bu ev əhlinin salamətliliyi üçün. Rəhməllahu mən istəmə dua və duana və qərə əl-Fatihəti mə'lə.